Salam əziz beşincilər, sizlə artıq 26-cı mövzudayıq. Bu mövzunu keçəndən sonra siz artıq 4-cü summativi yazmalısınız. 4-cü summativi bu dəfə necə paylaşacağım? Linkini paylaşacağım. Siz indirib testi işləyəcəksiniz. Daha sonra səhvlərinizə baxacaqsınız. Yox, əgər testi işləmədən birbaşa izaha baxmaq istəyənlər isə səbirli olsunlar. Gələn həftə çalışacağam ki, 4-cü KSQ-nin video izahını yüklüyüm. Təbii ki, KSQ izahım bir nümunədir, 30 sual var. Elə ona baxmaqla da təxmini nələrin düşəcəyini biləcəksiniz. Keçək 1-ci Qarabağ müharibəsinin izahına. Azərbaycan yenidən müstəqil olduğu bir dövrdə, 20-ci əsrin sonlarında ölkəmiz çətin sınaqlarla üz-üzə gəldi. Biz nə vaxt müstəqil olmuşduq yenidən? 1991, 18 oktyabr. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası çox təəssüf ki, müharibə ilə üzləşdi. 1991-1994-cü illəri əhatə edən 1-ci Qarabağ müharibəsi baş verdi. Azərbaycanın torpaqları işğal olundu, yaşayış məntəqələri dağıdıldı, minlərlə insan doğma yurdundan köçkün düşdü. Məktəblər, məscidlər, evlər dağıdıldı. Və bu müharibə bizə göstərdi ki, müstəqilliyi qorumaq asan deyil və dövlətin gücü birlikdən başlayır. Tarixi bilmək, gələcəkdəki səhvlərin təkrarlanmamasına kömək edir. Bu mövzuda biz hansı sualların cavabını axtaracağıq? 88-92-ci illərdə baş vermiş hadisələrin səbəb-nəticə əlaqələrini, yəni bu hadisənin baş verməyinə səbəb nə oldu? Eyni zamanda 92-ci illərin əvvəllərində ərazi bütövlüyümüz, xalqın mənafeyi qoruna bildimi? Bu suallara cavab axtaracağıq. Qarabağ Azərbaycanın cənnət güşələrindən biridir. Siz bilirsiniz ki, qədim dövrlərdən bu ərazi ata-babalarımızın daimi məskəni olmuşdur. 19-cu əsrdə Rusiya imperiyası özünə dayaq yaratmaq məqsədi ilə Qarabağda erməni əhalini məskunlaşdırdı. Bu proses sonraki dövrlərdə də davam etdi. Sovet dövründə Qarabağın dağlıq hissəsində erməni əhalisinə verilən muxtariyyətlə gələcək Dağlıq Qarabağ münaqişəsinin əsası qoyuldu. Yadımıza salaq, hansı müqavilələrlə Azərbaycanı ermənilər köçürülmüşdü? Türkmənçay müqaviləsi ilə. Amma ondan əvvəl elə Kürəkçay müqaviləsindən sonra Qarabağa ermənilər köçürülməyə başlamışdı. Neçənci əsrə düşür? 19-cu əsrə. Və Sovet dövründə, Sovet dövrü dediyimiz illər neçənci illər əhatə eləyir? 1920-1991. Sovet dövründə çox təəssüf ki, ermənilərə Dağlıq Qarabağda Azərbaycan SSR-nin tərkibində muxtariyyət verildi. Həmin Dağlıq Qarabağ dediyimizdə onu xəritədə göstərilib uşaqlar. Təxmini baxın bu əraziləri əhatə edir. Biri var Qarabağ, biri var Dağlıq Qarabağ. Onları fərqləndirməyi bacarın. Məhz Dağlıq Qarabağda DQMV yaradıldı, ermənilərə muxtariyyət verildi. Qarabağın Alban mənşəli xristian əhalisi də tədricən erməniləşməyə məruz qaldı. Təsadüfi deyil ki, Qarabağda yaşayan köklü xristian əhalini ermənilərin özləri də dönmə adlandırırlar. Baxın, hətta çox vaxtı Ermənistanda yaşayan ermənilərlə Dağlıq Qarabağda yaşayan ermənilərin belə deyək, fərqləri də var. Ermənistan SSR-nin rəhbərləri bir neçə dəfə bu ərazini özünə birləşdirmək istəmişdi. Hansı ərazini? Dağlıq Qarabağı. Ancaq bu istəkləri baş tutmamışdı. 20-ci əsrin sonlarında isə SSR rəhbərliyi dəyişdi. Bundan istifadə edən Ermənistan Azərbaycana qarşı iddialara başladı. Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların zorla çıxarılması prosesi başlandı. Düşünək, Qərbi Azərbaycan, baxın, təxminin indi işarələdiyim zona, yəni Ermənistan SSR. Bir tərəfdə Dağlıq Qarabağda öz başınalıqlar eləyirlər. Bir tərəfdən də Ermənistan SSR-dən, yəni Qərbi Azərbaycandan Azərbaycanlıları deportasiya edirdilər. Hətta İrəvanda,
və digər yerlərdə toplanan erməni millətçiləri mitinqlər keçirdirdilər. Və bu mitinqlərdəki şüarlara baxın, rədd olsun türklər, türksüz Ermənistan şüarlarını səsləndirirdilər. Təbii ki, bunlar əvvəlcədən hazırlanmış məkirli planların bir hissəsi idi. Azərbaycanlılar Qərbi Azərbaycandan tamamilə qovulmalı idi. Ardınca Qarabağın dağlıq hissəsi də Ermənistan SSR-yə birləşdirilməli idi. Daha sonra isə Naxçıvanın da Ermənistana birləşdirilməsi ilə bağlı məsələ gündəmə gətirilməli idi. Tarix unudanları bağışlamır. Həmin o tələb 1988-ci ildə Qarabağın dağlıq hissəsinin, yenə də deyirəm, Dağlıq Qarabağda deyə bilərsiniz, Ermənistan SSR-yə birləşdirilməsi tələbi irəli sürüldü. Bununla da 30 ildən artıq davam edən Qarabağ münaqişəsi başladı. Biz buradan nəyi öyrəndik? Dağlıq Qarabağ münaqişəsinin başlanması. SSR-nin dağılması ilə münaqişə qanlı bir müharibəyə çevrildi. Tarix unutanları bağışlamadı. 20-ci əsrin əvvəllərində hansı tarixdir? 1918 31 mart. Yaşanan faciələr daha sonra yenidən təkrarlandı. Bəs Azərbaycan bu müharibəyə hazır idi 91-ci ildə? Xeyr, ordumuz yox idi. Sovet dövründə Azərbaycanlılar SSR ordusunda xidmət edirdi. Münaqişə başlayandan sonra o vaxtki Azərbaycan rəhbərliyi hər rayonda ərazi müdafiə dəstələri yaratdı. Hər dəstə öz başına fəaliyyət göstərirdi. Vahid komandanlıq yox idi. Könüllü batalyonlar idi. Ordu quruculuğuna gec başlanıldı. Xalqımız hələ də Sovet dövründə irəli sürülən xalqlar dostluğunun təsiri altında idi. Baxın, bunu burana əlaqələndirək. Azərbaycanlılar erməni əhalisi ilə birgə yaşayır, dostluq edir, hətta qohumluq əlaqələr də yaradırdılar. 70 il ərzində tarix saxtalaşdırıldı. Hansı 70 il? 1920-dən 91-ci ilə qədər davam edən. Erməni millətçilərinin yaxın keçmişdə törətdikləri cinayətlər unuduldu. Yəni 1918-ci ildəki Mars soyqırımını nəzərdə tuturuq. Xalqımız hansı düşmənlə qarşılaşdığından xəbərsiz idi. Vaxtilə ticarətlə məşğul olan ermənilər dünyanın bir sıra ölkələrinə yayılmışdılar. Əslində ermənilər dünyada Hay adı ilə tanınıblar. Onlar Azərbaycan torpaqlarına köçürüləndən sonra biz yavaş-yavaş onlara erməni deməyə başlamışıq. 19-cu əsrdən etibarən məskunlaşdıqları ölkələrdə təşkilatlar qurub hökumətlərə təsir etməyə başlamışdılar. Onlar nəşriyyatlar yaradır, kitablar çap edirdilər. Bu kitablarda dənizdən dənizə böyük Ermənistan ideyası təbliğ olunurdu. Onlar xaricdə xüsusi banklar da yaratmışdılar, hansı ki, ermənilər mütləq bu banklara pul köçürtməli idi. Erməni millətçiləri, sadə erməniləri ümumərməni işi naminə bu banklara pul ödəməyə məcbur edirdilər. Məqsəd isə bir idi: qonşuların, xüsusilə Azərbaycan torpaqlarının hesabına böyük Ermənistan yaratmaq. Qanlı yanvar. Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəyə qalxması Sovet rəhbərliyinin planlarını pozdu. Onlar anladılar ki, Qarabağı asanlıqla Azərbaycandan qoparıb Ermənistana vermək mümkün olmayacaq. Sovet rəhbərliyinin haqsız siyasətinə qarşı xalq hərəkatı günü-gündən genişlənirdi. Meydanlarda SSR-nin tərkibindən çıxmaq, müstəqil Azərbaycan yaratmaqla bağlı şüarlar daha çox səslənirdi. Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizəyə başlamışdı. Bu isə Sovet rəhbərliyini qorxutdu. Qondarma Dağlıq Qarabağ məsələsini ədalətlə həll etmək əvəzinə güc tətbiqinə qərar verildi. 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridildi. Əvvəlcədən hazırlanmış plana uyğun olaraq ilk növbədə Azərbaycan televiziyasının enerji bloku partladıldı. O vaxt yalnız bir televiziya kanalı var idi, yəni ASTV. Əhaliyə xəbərlər bu kanal vasitəsilə ötürüldürdü. Enerji blokunun sıradan çıxarılması ilə teleradio verilişləri də kəsildi.
Məqsəd aydın idi. Törədiləcək cinayətin lentlərə alınmasına imkan verməmək, onu dünyaya istədikləri kimi təqdim etmək idi. Lakin Bakıya qoşun yeridirməsi ağızdan ağıza keçərək yayıldı. Dinc və silahsız əhali küçələrə axışır, maneələr qururdu. Tanklar, digər zirehli texnikalar bir neçə istiqamətdən Bakıya yeridilmişdi. Azərbaycan əhalisi xilaskar hesab etdiyi Sovet ordusunun onlara atəş açacağına inanmırdı. Yanılmışdılar. İşıq saçan güllələr gecə qaranlığını yardı. Tanklar və zirehli texnikalar maneələri əzərək əhalinin üzərinə yeridi. Hər tərəfi atəş səsləri bürümüşdü. Əskərlər evləri, işıq gələn pəncərələri belə gülləbaran edirdilər. Hətta yaralıların köməyinə gedən tibb maşınları da hədəfə çevrilir, həkimlər öldürülürdü. Bu müharibə qanunlara zidd idi. Həmin gecə onlarla dinc insan, qadın, qoca, cavan, hətta uşaqlar amansızcasına qətlə yetirildi. Onların içərisində müxtəlif xalqların nümayəndələri də var idi. Bu, xalqımıza qarşı böyük cinayət idi. 20 yanvar hadisələrinə ilk siyasi qiyməti xalqımızın böyük oğlu Heydər Əliyev verdi. O, Moskvada mətbuat konfransı çağıraraq bu hadisənin Azərbaycan xalqına qarşı cinayət olduğunu bəyan etdi. Sovet rəhbərliyinin öz qanlı cinayətini gizlətmək, ört-basdır etmək niyyəti isə boşa çıxdı. SSR rəhbərliyi 20 yanvar cinayətini törətməklə xalqımızı qorxutmaq, azadlıq hərəkatından çəkindirmək niyyətində idi. Amma bu baş vermədi. Yanvarın 22-sində yüz minlərlə insan həmin gecə qətlə yetirilmiş şəhidləri dəfn etmək üçün toplandı. Bu dəhşətli qırğın nəticəsiz qalmadı. Xalqımız əsl düşmənini tanıdı. SSR rəhbərliyinə olan ümidlər puç oldu. Öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqı bir il sonra müstəqilliyinə qovuşdu. Yəni 1991-18 oktyabr. Yəni azadlığa gedən yol 20 yanvardan keçdi. Dağüstü parkda şəhidləri dəfn etmək üçün yeri qazarkən üzərində xəsarət olan sümüklər üzə çıxdı. Məlum oldu ki, 1918-ci ilin Mart soyqırımı qurbanlarına məxsusdur. Hazırda bu yer Şəhidlər Xiyabanı adlanır. Ən böyük qırğın baş verdiyinə görə 20 yanvar meydanı 11-ci Qırmızı Ordunun adını daşıyan metro stansiyası 20 yanvar adlandırıldı. Yəni adları dəyişdirildi. Həmin meydanda vaxtilə Qırmızı Ordu əskərinə ucaldılmış abidə də uçurduldu. Bu dərs biraz uzundur. Əslində siz bu dərsi məktəbdə 2 hissədən keçəcəksiniz, amma mən sizə bir videoda izah eləyəcəm. Qaradağlının qara günü. Qaradağlı kəndi Xocavənd rayonunda, Xocavənd-Xankəndi avtomobil yolunun üzərində yerləşir. Bu amil kəndin strateji əhəmiyyətini artırırdı. Qarabağda münaqişə alovlanandan sonra kəndin çətin günləri başladı. Ermənilər kəndə hücumlar edir, dinc və günahsız sakinləri öldürürdülər. 1992-ci ilin fevralın 14-də erməni silahlıları böyük qüvvə ilə Qaradağlıya hücum etdilər. Qaradağlı kəndi Xocavənd rayonunda yerləşir. Məncə siz xəritədə özünüz Xocavənd rayonunun yerini tapmalısınız. Özünüz tapanda daha yaxşı yadda qalacaq. Kəndi müdafiə edən 14 nəfərlik dəstə güllələri bitənə qədər döyüşdü. Çoxu qeyri-bərabər döyüşdə həlak oldu. 3 günlük döyüşlərdən sonra fevralın 17-sində Qaradağlı kəndi işğal edildi. Kənd yandırıldı. Əhaliyə divan tutuldu. 118 nəfər dinc sakin əsir götürüldü. 33 nəfər yerindəcə güllələndi. Cəlladlar öldürülənləri və yaralı halda olanları təsərrüfat quyusuna doldurub torpaqlamışdılar. Sağ qalmış kənd sakinlərindən biri, faciənin şahidi Oruc Əliyev, illər keçməsinə baxmayaraq, hələ də həmən günləri xatırlayanda dəhşətə gəldiyini bildirirdi. Ermənilər fevralın 14-də kəndə hücum etdilər. Düşmənə inadla müqavimət göstərdik. Gecə-gündüz döyüşdük. Ayın 17-sində gülləmiz bitdi. Kənd sakinləri
Kənd sakinlərini 2 kamaza yığıb apardılar. Bir hissəmizi kəndin kənarındakı pir deyilən yerə qədər piyada gətirdilər. Bəylik bağından keçəndə tüt bağının qırağında kamazı saxladılar. Dedilər 10 nəfər düşün. Telman özü ilə götürdüyü qumbaranı ermənilərə tərəf atdı. Düşməndən neçə nəfər öldü bilmirəm. Bizi atəşə tutdular. Görün 1-ci Qarabağ müharibəsində insanlar nə qədər dəhşətlər yaşayıblar. Demək, Qaradağlı faciəsi Xocavənd rayonunda başladı. Fevralın 14-də ermənilərin kəndə hücumu ilə. Xankəndi yaxınlığında yerləşən, gözəl təbiətə malik Xocalı qədim yaşayış məntəqəsidir. Sovet dövründə burada o zaman Qarabağda yeganə olan aeroport, hava limanı tikilmişdi. Bu Xocalının əhəmiyyətini daha da artırırdı. Ermənistan tərəfdən Qarabağa yalnız 2 yolla gəlmək mümkün idi. Quru yolla Laçından, hava yolu ilə isə Xocalıdan. Münaqişə başlayanda kiçik qəsəbə olan Xocalıya şəhər statusu verilmişdi. Baxın, insanlar necə övladlarını götürüb tərk etməli olmuşdular, öz yurd yuvalarını. Və bir çoxu da əsir götürüldü, öldürüldü, işgəncələrə məruz qaldı. Ona görə biz deyirik ki, tarixi unutmaq olmaz. Hal-hazırda Azərbaycan suverenliyini bərpa eləyib. İkinci Qarabağ müharibəsindən sonra Xocalı tam Azərbaycanın tərkibinə qayıtdı. Hətta 2023-cü ilin sentyabrında Xocalının azad olunması üçün gedən əməliyyatların adı da antiterror əməliyyatı kimi tarixdə qaldı. Xocalıda hal-hazırda Azərbaycan bayrağı dalğalanır. Hətta Ali Baş Komandan İlham Əliyev 2024-cü ilin fevralında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq kompleksin təməlini atdı. İşğaldan azad edilən Xocalıda bir neçə kütləvi məzarlıq da aşkar olundu. Bəs Xocalı ilə bağlı hansı abidəni tanıyırsınız? Ana Haraya abidəsi. Yəqin ki, bu abidəni görməyənlər yoxdur. SSR dağılandan sonra münaqişə açıq müharibəyə çevrildi. 1992-ci ildə Xocalı mühasirə vəziyyətində idi. Buranı 100 nəfərdən bir qədər çox olan və zəif silahlanmış özünü müdafiə dəstəsi qoruyurdu. Mühasirə vəziyyətində olan Xocalıda işıqlar kəsilsə də, son ana qədər insanların ümidləri kəsilməmişdi. Təəssüf ki, o vaxtki Azərbaycan rəhbərliyi mühasirənin yarılması istiqamətində tədbirlər görmədi. Qaradağlı faciəsi belə Respublika rəhbərliyini ayıltmadı. Fevralın 25-dən 26-sına keçən gecə erməni faşistləri Xankəndində yerləşən 366-cı alayın köməyi ilə Xocalıya hücuma keçdilər. Bir neçə saatlıq qeyri-bərabər döyüşdən sonra düşmən şəhəri ələ keçirdi. Özünü müdafiə dəstəsinin sağ qalan üzvləri dinc əhalini şəhərdən çıxartmağa çalışdılar. 1997-ci il 25 tarixli fərmanla fevral ayının 26-sı saat 17:00-da Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunub. Hazırda dünyanın 16 ölkəsi, Amerikanın 24 ştatı Xocalıda baş verən soyqırımı tanıyır. Əlif Hacıyev, Tofiq Hüseynov dinc əhalini müdafiə edərkən qəhrəmancasına şəhid oldular. Onlar Azərbaycanın milli qəhrəmanı adına layiq görüldülər. Ermənilər güya əhalinin Xocalıdan Ağdama doğru çıxması üçün dəhliz açmışdı. Bu dəhliz isə Əsgərandan keçirdi. Dinc əhalinin qətliamı məhz dəhlizdə Əsgəran-Ağdam arasında baş vermişdi. Sərt qış günlərində çöllərə səpələnən Xocalı sakinlərinə amansız divan tutuldu. Qadın, qoca, uşaq, dinc, silahsız insanlar türk müsəlman olduqları üçün amansızlıqla qətlə yetirildi. Bu təkcə Azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş dəhşətli bir cinayət idi. 613 nəfər öldürülmüş, 1275 nəfər isə əsir götürülmüşdü. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Girovların çoxundan indiyə qədər xəbər yoxdur.
Xocalıda baş verən soyqırımı Çingiz Mustafayev lentə almışdı. O hərbi jurnalist, operator idi. Öz kamerası ilə cəbhənin müxtəlif bölgələrində olmuş xəbərləri birbaşa hadisə yerlərindən çatdırmışdı. Yəni, Çingiz Mustafayevin lentə aldığı o kadrlar olmasaydı, biz ermənilərə Xocalı soyqırımını rahatlıqla sübut edə bilməzdik. Döyüşlərin birində Çingiz Mustafayev aldığı güllə yarasından həlak olur. Ona da Azərbaycanın milli qəhrəmanı adı verilir. Xocalı soyqırımından sonra erməni silahlı dəstələri Şuşa və Laçını işğal edirlər. 92-ci ilin yayında yeni yaradılan Azərbaycan ordusu hücuma keçib bir sıra əraziləri, Ağdərəni də azad etmişdi. Təəssüf ki, uğurların ardı gəlmədi. Kəlbəcərin işğalı narazılığa səbəb oldu. Hakimiyyət uğrunda çəkişmələr 1993-cü ildə ölkədə baş vermiş Gəncə qiyamı vəziyyəti kökündən dəyişdi. Ölkə parçalanma həddinə gəlib çatdı. Məhz belə bir vəziyyətdə Azərbaycan Respublikasının o vaxtki prezidenti Əbülfəz Elçibəy xalqın tələbi ilə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalq bütün ümidlərini öz dahi siyasətçisinə Heydər Əliyevə bağlamışdı. Demək, bu mövzuda sizin diqqətinizi ən çox nələr cəlb etdi? Yəqin ki, müəllim sizdən bu sualları soruşacaq. Siz dərsi oxuya-oxuya bir tərəfdən də düşünün ki, bu sualın cavabını verə biləsiniz. Yəni, bu sərbəst bir sualdır. Diqqətinizi nə və niyə çəkdi? Ümumiləşdirmə və nəticənin çıxarılması ilə bağlı müəllim sizlə məktəbdə sual-cavab eləyəcək. Yəqin ki, cavablarını rahatlıqla tapa biləcəksiniz. 1-ci Qarabağ müharibəsi necə başlandı? 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başladı. Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyirdi. Azərbaycanlılar isə həm buna etiraz edirdilər, həm də Ermənistandan Azərbaycanlıların qovulmasına. Və Dağlıq Qarabağ münaqişəsi böyük bir müharibəyə çevrildi. Yazılıb ki, nəyə görə Azərbaycan SSR dövlətimizin ərazi bütövlüyünü müdafiə edə bilmədi? Biz Azərbaycan SSR Sovet imperiyasının tərkibində idik. Hətta 20 yanvar faciəsi baş verərkən belə xalq inanmırdı ki, öz hökumətləri onların üzərinə tankları yeridə bilər. Və SSR əksinə kimlərin tərəfini tuturdu? Erməniləri, milli münaqişəni daha da alovlandırırdı. Ermənilərin əsas iddiaları nə idi? Yenə də deyirəm, Dağlıq Qarabağı Ermənistana birləşdirmək və Böyük Ermənistan xəyallarını gerçəkləşdirmək. Qanlı yanvar hadisələrinin baş vermə səbəbi nə oldu? Bunun haqqında da artıq geniş danışdıq. 20 yanvar haqqında. Qarabağın əhəmiyyətində tez-tez deyim ki, orada aeroport var idi. Hətta şəhər statusu almışdı. Faciələrin təkrarlanmaması üçün nə etmək lazımdır? Tarixi yaxşı bilmək lazımdır, düşmənləri yaxşı tanımaq lazımdır. Niyə məğlub olduq müharibədə? Ordumuz yox idi. Silah təchizatımız yox idi, vahid komandanlıq yox idi, hələ də xalqlar dostluğu təsiri altında idi və s. Demək, Azərbaycan ərazi bütövlüyü pozuldu. Əhali qaçqın düşdü. İnsanların evləri dağıdıldı, infrastruktura ziyan vuruldu, insanlar öldürüldü. Və bu, ərazi bütövlüyümüz üçün böyük faciələrə gətirib çıxarda bilərdi. Amma 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra hadisələr başqa cür cərəyan etdi. Ümid edirəm ki, dərsin izahını tam anladınız. Dərs biraz çox uzun dərs idi. Çalışdım ki, qısa danışım, amma görürsünüz yenə də uzun oldu. Ümid edirəm ki, başa düşdünüz. Kanala abunə olmağı, paylaşmağı, rəy bildirməyi unutmayın.